Salam əziz Sport 1 izləyiciləri, ötürmə yenidən efirdədir. Bugün çox maraqlı bir görüş var. Qarabağ Çempionlar Liqasında tarixi bir oyuna çıxır. Playoff mərhələsində İngiltərənin Newcastle klubu ilə qarşılaşacaq. Bu oyunu mən İlkin Sultanlı və Kamal Bayramov sizlər üçün şərh etməyə çalışacaq. Kamal bəy, xoş gəlmişsiniz. Xoş gördük. Yatacaq yuxumuza girməzdi ki, hər hansısa bir Azərbaycan klubu nə vaxtsa Çempionlar Liqasının playoff mərhələsində İngiltərənin Newcastle klubu ilə və yaxud da Liverpool'la və yaxud da ki Atletik Bilbao ilə, yəni bu səviyyəyə çatacağını gözləmirdik. Buna görə Qarabağa xüsusi təşəkkürümüzü bildiririk. Azərbaycan futbol ictimaiyyətinə, Azərbaycan futbolu sevərlərə böyük bir mükafat deyərdim mən buna. Azərbaycan futbolu üçün böyük bir uğurdur. Tarix yazır bu komanda və növbəti tarix yazmağa hazırdırmı Qarabağ? İndi götürək Qarabağın bax bugünə qədər göstərdiyi performans hər bir kəs borcludur ki, onlara minnətdarlığını bildirsin. Yəni bugün sosial şəbəkələrdə, digər yerlərdə kimsə hansısa narazılığını bildirirsə, çox naxaq yerə Azərbaycan futbolunun gəlib bu səviyyədə, bu turnirdə, bu yerə çatması, yəni çox alqışa layiq bir şeydir. Yəni başqa bir adı yoxdur burada. Növbəti tarixi yazmağımız gərək reallıqdan danışaq. Rəqib, yəni sıradan bir rəqib deyil. Qarabağın son, yəni buna qədər olan mərhələdə hazırlıq planına baxaq, çox 3 dənə ağır oyun keçirdi. Yəni hava şəraiti, meydançalar. Orada Qurban müəllim də dedi ki, biz az ki oyuna hazırlığımız yüksək səviyyədə olmadı. Yəni bu bizim çempionatımızın hal-hazırdakı durumundan bağlıdır, meydançalarımızla bağlıdır, rəqiblərlə bağlıdır. Ağır qar şəraitində bir futbol oynadılar. Şamaxıya qarşı növbəti dumanda bir futbol gördük orada. Az ki heç futboldan biz xəbərimiz olmadı. Sadəcə Sovet dövründəki kimi səs eşidirdik. Növbəti imişli səfəri Qubada oynanılan çox ağır bir yükləmədən sonra indi futbolçular hansı durumdadır, ağrılar varmı, zədə varmı, tam olaraq içini bilmirik, hansı futbolçu hansı durumdadır. Amma bu günə qədər çəkdiyi, gəldiyi bu xətt alqışa layiqdir. Sabah qalib mi gələcək, məğlub mu olacaq? Hər halında biz Qarabağa alqışlamalıyıq. Hər halında biz Qarabağa dəstək olmalıyıq. Biz onlara minnətdarıq. Bizim stadionları olmayan, inventarı çatmayan, ondan sonra bugünkü normal büdcəsi olmayan bizim bir çempionatımızdan bura gəlib çıxmaq, yəni bu Çempionlar Liqasının qalibi kimi bir şeydir. Biz başda Qurban müəllimə, oradakı futbolçulara, Qarabağ rəhbəriyinə, hər birinə öz minnətdarlığımızı bildiririk. Sabahki oyunda rəqib çox böyük bir rəqibdir, güclü rəqibdir. Qələbəsi də olsa, məğlubiyyəti də olsa, hər halında mən şəxsən öz adıma danışıram ki, mən onlara, o ailəyə, Qarabağ ailəsinə öz minnətdarlığımı bildirirəm və sabahki oyunda uğurlar arzulayıram. Belə çətin durumlarda Qarabağ həmişə belə deyək də fantastik nəticələrlə Azərbaycanlı futbol sevərləri sevindirmək bacarıb. Düzdür, mətbuat konferansında Qurban Qurbanov bildirir ki, mən necə hazırlayım Newcastle oyuna. 4 gün mən onlara bərpa üçün vaxt verməliyəm. 3 gün, 4 gün vaxt lazımdır, amma oyun olacaq. Amma belə məqamlar Qurban Qurbanov üçün tanışdır məncə. Düzdür, kütlə olaraq, ictimaiyyət olaraq inam var. Mən düşünürəm ki, bu səfər klubun, komandanın özündə bir balaca inamsızlıq var, amma belə məqamlarda Qurban Qurbanovun sihirli çubuğu işə düşür sanki və necəsə motivasiya edir və komandaya lazımı bir nəticəni əldə etməyi bacarır. Mərhələnin keçəcəyini düşünmürəm. Yəni, mərhələnin keçəcəyi çox fantastik olar, sensasiya olar. Amma Bakıdakı oyunda Qarabağın Newcastle-a uzacağını düşünmürəm, hətta qələbə qazana belə bilərik. Amma Newcastle-dakı oyun çox çətin olacaq bizim üçün.
və Qarabağda 2 itki var. Newcastle-da 6-7 futbolçu bu oyunda iştirak eləməyəcək. Braziliyalı Guimarães də zədələnib və 2 həftə hissədən çıxıb və baş məsləhət açıqlayıb ki, bu futbolçu oynamayacaq ümumiyyətlə. Ümumilikdə komandanın heyətində, Newcastle heyətində 6-7 futbolçu meydana çıxa bilməyəcək. Bu özü də bir üstünlükdür Qarabağ üçün. Qarabağda isə Nəriman Axundzadə Amerika klubuna, Amerika Birləşmiş Ştatlarının Columbus Crew klubuna keçdiyi üçün meydanda ola bilməyəcək. Bir də Kohalskinin oynayıb oynamayacağı bəlli deyil. Kohalski Qubadakı oyuna da meydana çıxmamışdı. Ümumiyyətlə heç adı iştirak ərizəsinə salınmamışdı. Mətbuat konfransında Qurban Qurbanova bununla bağlı sual verilib. Oyun öncəsi mətbuat konfransında o bildirib ki, 100% deyə bilmirik ki, oynaya bilər, yoxsa oynaya bilməz. Həkimlərin qərarından asılı olacaq. Tam hazır olsa, böyük ehtimal Kohalski qapıda dayanacaq. Sən də qapıcı məşqçisən, həm qapıcı olmusan. Bu durumda Kohalski komandaya nə qədər kömək ola bilər? Nə qədər hazır olsa da, həkimlər hazır edilməyə çalışsa da, bu da bir problem yarada bilərmi Kohalski bu durumu? İndi qapıcının hal-hazırda neçə gündür məşqləri buraxıb, buraxmayıb, hansı səviyyədə o bədənini tonusda saxlayıb, saxlamağı o qədər önəmlidir o. Çünki qısa bir məsafədə oynanan 2-3 oyun var ki, hansı ki, iştirak eləmədi. Məsafə orada o qədər də böyük deyil. Mən düşünmürəm ki, əgər məşq eləyibsə, yüngül də olsa, bədənini tonusda saxlaya bilibsə, elə bir böyük təsir olası deyil. O təcrübəli bir qapıcıdır. Ümumən Kohalskinin oynamağı komanda üçün yəni vacib bir figurdur. Lazımlıdır. Digər qapıcını bugünkü gündə məsələn son oyunlarda... Buntiçə oynadarsan sən Newcastle oyunda? Yəni, belə deyim də, yəni Buntiçdə gələndə yaxşı oyunlar olub, sadəcə sonradan biraz az oynadı, psixoloji olaraq bəlkə də o qədər qəbul edə bilmədi. Amma bugünkü gündə, yəni Buntiçdə olsa, yəni oynatmalısan. Chris Kouakou iştirak ərizəsindən çıxarıldı və onun yerinə Kadi Borges əlavə olundu və son zamanlar Johnny Montiel Kadi Borgesin mövqeyində daha yaxşı və deyək də iştah qabardacaq bir performans göstərir. Kadi Borges mi yoxsa Johnny Montiel mi? Mən deyim ki, sənə Qarabağın orta xəttində hal-hazırda elə bir rəqabət yaranır ki, futbolçular biri-birindən daha keyfiyyətli, biri-birindən daha üstündür. Hərəsinin ayrı-ayrılıqda öz üstün cəhətləri var, hansı ki, oyunlara görə, rəqibə görə komandaya öz köməklilərini göstərə bilərlər. Amma bugünkü gündə məncə Montiel daha yaxşı formadadır. Mən düşünürəm ki, əvəz etməklə oynadacaq, təbii ki, yəni, amma Kadi ilə başlayacaq, mən belə düşünürəm. Çünki o Çempionlar Liqasında oturuşmuş bir heyəti var idi, düz Kadi zədələnmişdi, qayıtdı, Kadinin özündə bir agresiya var, çünki Qubadakı oyunda qırmızı vərəqə aldı. Bu agresiyanı müsbət mənəyə çevirə bilər və hətta komandanın qələbə qolunda vura bilər. Hər iki futbolçu ilə də başlaya bilər. Amma orada Yankoviçi, çünki Kadi Montiel oynayırdı. Bir oyunlarında Qarabağın oyunda, Şamaxın oyunda səhv eləmirəmsə, Kadi dayaq, yəni 8 nömrə kimi oyun göstərirdi. Montiel playmaker. Bundan da istifadə edə bilər, amma düşünürəm ki, elə Kadi ilə başlayacaq. Yəni o qədər orada yəni rəqabət güclüdür orta xətt. Dəyişməyən məncə fiqur elə bir Kalil olacaq, dayaq yarım müdafiəsinə. Ola bilər ki, Yankoviçi atsın ehtiyata, sonradan oyuna buraxsın. Çünki belə deyək də Newcastle çox sürətli komandadır. Biraz güc olaraq, rəqibin bədən olaraq, güc olaraq ora üstünlük verirsə, məsələn, Kadi sən dediyin kimi daha məsələn effektiv ola bilər. Çünki digərlərindən fiziki olaraq Kadi biraz... Yəni, fiziki olaraq da təbii ki, yəni, Montiel Kadidən zəifdir fiziki baxımdan. Fiziki olaraq Kadi üstündür, amma... Daha çox texnardır, yəni texnikalıdır. Bu da bizə... Son oyunlarda Montielin o hansı ki ortada oynayan o dörtlüyün
çıxışını da nəzərə alıb, onu dəyişməyib, o formada. Leandro Andradini ehtiyatda saxlayıb Kadini sağ cinah winger kimi oynada bilər. Onu oynada bilər. Oynada bilər, onu da eləyə bilər. Yəni bu dəqiqə üçün yəni orada hər bir fiqur belə götürək də, yəni hansısa bir dəyişiklik olsa, o qədər də yəni mənfi cəhətdən təsir eləməyəcək. Çünki biri digərindən daha keyfiyyətli futbolçudur. Bu oyun həm də Qarabağ üçün növbəti bir belə deyək də satış platformasıdır da, yəni bazardır. Bu oyunda özünü yaxşı göstərir. Hətta komanda qalib gəlsə, mərhələni keçsə belə, mən açıq deyirəm ki, Qarabağ olsun hücum xəttində də yer alan futbolçulardan Zubiri yəqin ki satmazlar, Zubirə o qiyməti də verməzlər, amma bu Kadi Borges'dir, Johnny Montiel'dir, Leandro Andrade'dir, Camilo Duran'dır, Pedro Picalio'dur, Marco Yankovic'dir. Bu futbolçuların əgər bu Newcastle oyunda özlərini çox yaxşı tərəfdən göstərsələr və hər hansısa bir qol və ya qollar vursa, mən aşağı yuxarı bu futbolçuların 5 milyondan aşağı satılacağını düşünmürəm. Bəli, amma o da birbaşa orada, yəni puldan önəmli Qurban müəllimin o düşüncələri var ki. Bu futbolçuları əgər adam özü tapıb, scout heyəti ilə bir yerdə tapıb gətirib, dərhal adaptasiya edibsə, etməyi bacarıbsa, növbəti mövsüm üçünsə nələrsə edə bilər. Yenə də Portuqaliya 2-ci liqası, Fransa 2-ci liqası, Kadilərdə, nə bilim, Montiellərlə doludur məncə. Orada Qarabağda bugünkü gündə inandırım, onu çox qayğılandıran oradakı o 5 milyon, 3 milyon kluba gəlməyi, o futbolçular var, hansı ki, zaten o 5 milyon, 3 milyon Qurban müəllimin cibinə gəlmir ki, deyəsən ki, bu klubun büdcəsinə gedir. Hə, klubun büdcəsinə. Amma belə bir şey də var da Kəmal, sistem var deyə. Yox, onu başa sistem konkret Qurban Qurbanov amili var deyə, məncə bu futbolçuların hamısı belə satılsa, yəni məncə gələn mövsüm yenə Qarabağ çempionluğa iddialı olar. Gələn mövsüm yenə Avrokuboklarda ən yaxşı halda konferans liqasında, bu komanda konferans liqasında olsaydı, yaxşı olmayıb. Olsaydı məncə elə ən aşağı 4-1 və ya yarım final bizə yəni qismət ola bilərdi konferans liqasında. Yox, orası elə də, amma mən inanmıram ki, Qurban müəllim istəyər ki, o futbolçuları özündə saxlasın. Sistemi, bir onları ora örgəşdirmək, bunlar hamısı yəni vaxt aparan bir şeylərdir. Yəni istəməz ki, o futbolçular harasa getsin. Amma mən belə düşünürəm də, yəni bəlkə indi baş məqsədi onlara böyük pullar təklif olunanda futbolçuları saxlamır, yola salır, getsinlər, orada pul qazansınlar, daha yaxşı yerlərə getsinlər. Amma bir baş məqsədi olaraq, məsələn, futbolçularım var, onu digər klub məndən daha yaxşı pul verib, məndən əlimdən aldığı halda istər-istəməz mənə mənfi təsir edir. Proqnozun? Mən sabahki oyunun evdə Qarabağ uduzmayacaq inşallah. 27 min də bilet satılıb, axırıncı açıqlanan rəqəm belədir və 3 gün ərzində, 4 gün ərzində satıldı. Yəqin ki, stadion bütövlükdə dolu olacaq. Hava da bizim üçün yaxşıdır. Yəni son günlər həqiqətən Azərbaycanda gözəl hava şəraiti belə deyək də yaşayırıq. Nə deyirik ki, oyuna getmək lazımdır. Komandamıza 90 dəqiqə dəstək olmaq lazımdır. Newcastle-dan azarkeşlər 2 gün öncədən gəliblər. Artıq Newcastle da çox belə deyək də peşəkar bir klubdur. Öz rəsmi saytları vasitəsilə öz azarkeşlərinə müraciət etdilər ki, Azərbaycanda Ramazan ayı başlayacaq. Oyun ərəfəsində davranışlarınıza, etiqabınıza fikir verin. Yəni bunu da alqışlamaq lazımdır. Hər klub bunu eləmir. Yəni həqiqətən onlara da böyük bir hörmət, ingilislər özləri demiş bir respekt ki, bunu öz rəsmi saytlarında azarkeşlərlə bölüşdülər ki, Azərbaycan qanunvericiliyinə uyğun hərəkət edin, Azərbaycanın insanların istədiyi kimi davranmağa biz qonağıq, məcburuq. Yəni təşəkkür edirik Newcastle-da. Yəni bunu da demək bizim borcumuz idi. Gözəl oyun olsun, amma yekunda qalib biz gələk, istəyərik. Amma məğlub da olsaq heç nə bitmir. Azərbaycan reallığını qəbul etmək lazımdır, sən dediyin kimi. Azərbaycan reallığında Azərbaycan klubunun Çempionlar Liqasının playoff mərhələsində hazırki durumda, hazırki vəziyyətdə iştirak etməsi belə, hansı ki milli komandası Millətlər Liqasının D liqasında mübarizə aparırsa, bir ölkənin
çempionunun gəlib play-off mərhələsinə çıxmağı böyük bir işdir və bura qədər olan nailiyyətlərə görə təşəkkür etmək lazımdır. Bundan sonraki nə qədər yaxşı olsa bizim üçün yaxşıdır. İstənilən hər bir halda sabah meydanda hesabın nə olmasından asılı olmayaraq millət olaraq, dövlət olaraq biz Qarabağı dəstəkləyirik. Düzdür, burada negativlər də olacaq. Yəni elə bir iş yoxdur ki, orada negativ fikirlər də səslənməsin. Ona görə biz onlara da hər kəsin fikrinə hörmətlə yanaşırıq. Amma futbolu hər kəs deyir, biz bilirik. Bilib dərindən dərk edən hər bir insan bugünkü nailiyyətə görə, bugünkü yerə görə Qarabağa minnətdarlığını bildirməlidir, təşəkkürünü bildirməlidir və axıra qədər yanında olub dəstək olmalıdır. Azərbaycan komandasına tarixi bir oyunda uğurlar arzulayırıq. Bizə ayrılan vaxt bura qədərdir. Sağ olun, salamat qalın. Sağ olun.